Avropa qurumlarının bizə qarşı münasibətləri stabil deyil, sabit deyil. Gah bizlə münasibətləri yaxşılaşdırmağa çalışırlar, gah bizə qarşı qərəzli mövqe sərgiləyirlər, qətnamələr qəbul edirlər. Bilirsiniz də, Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərimiz düzəlmir, düzəlməyə də hiss olunmur. Avropa Parlamenti də bizdən yola getmir. Nisbətən azdan çoxdan ATƏT-lə münasibətlərimiz normaldır. İndi burada bizim mövqeyimiz nədən ibarətdir? Bunun kökünə mən getmək istəmirəm. Çox deyilir ki, bunların bu ikili, 13-lü siyasətinin məqsədi nədir? Riyakarlıq mövqeyindən çıxış edirlər. Hansısa məqsədlərini həyata keçirməyə çalışırlar. Azərbaycan onların dediklərindən durub oturmadığına görə Azərbaycana qarşı biraz qəzəblidirlər. Yəni qeyri-obyektiv bir mövqedir. Bu öz yerində. Amma biz necə mövqe tutmalıyıq? Bunların dediklərindən durub oturmalıyıq. Bunların dediklərini 100% nəzərə almalıyıq. Yoxsa vaxtaşır sərt mövqe ortaya qoymalıyıq. Yəni son hadisə ilə bağlı Avropa Parlamenti Azərbaycana qarşı çox qərəzli, reallığa uyğun olmayan qətnamə qəbul elədi. Yəni orada deyirlər ki, ermənilər qayıtsınlar Qarabağa, hökmə qaytarılmalıdır. Və yaxud bildirirlər ki, Bakıda hansısa erməni əsirlərinə qarşı məhkəmə keçirilir. Erməni əsir deyil, bunlar cinayətkarlardır. Azərbaycan xalqına qarşı cinayət törətdilər. Yəni qeyri-obyektiv, açıq-aydın qeyri-obyektiv yanaşmadır. Heç Ermənistan rəhbərliyi, yəni Paşinyan, onun komandası ermənilərin geri qaytarılmasını ümumiyyətcə danışmır ki, ehtiyac yoxdur artıq, mümkün deyil artıq. Bakıdakı məhkəmə prosesi ilə bağlı da Ermənistan rəhbərliyi Azərbaycan mövqeyini başa düşərək mövqe bildirir. Yəni ona görə də bunlar özlərindən çıxırlar. Əgər Ermənistan sizə bir münasibət yoxsa siz kimdən istəyirsiniz? Ermənistanda revanşistlərdən istəyirsiniz? Müharibə istəyənlərdən istəyirsiniz Ermənistanda? Yoxsa sizin elə məqsədiniz Azərbaycanı ancaq gözdən salmaq, nəzərdən salmaqdır? Yəni bax, ikili bir mövqedir. Bir tərəfdən deyək ki, bu mövqedən çıxış edirlər. Digər tərəfdən bax, son hadisələr Avropa Siyasi Birliyinin toplantısı keçirildi İrəvanda. Orada Azərbaycan prezidenti səhv mövqeyi qoydu Avropa Parlamentinin sənədinə bağlı. Düzgün də elədi hesab edirəm. Oradan Avropa Parlamentinin rəhbəri də Metsola, xanım Metsola da iştirak edirdi orada. Çox gülməli öz mövqeyini izah eləməyə çalışdı ki, demokratıq biz, demokratiyanı qəbul edir. Hardan demokratiya? Sizin elədikləriniz hamısı dirijor çubuğu ilə həyata keçirdiyiniz məsələlərdir. Burada özünüzə yalanla bəyanat qazandırmağa çalışmayın. Bir əsas yoxdur axı. Bu insult edin ki, ermənilər geri qayıtmaq istəyirlər. Əgər geri qayıtmaq istəmirsə ermənilər, siz nə üçün bu sənədi bu üçün qəbul edirsiniz? Yüzlərlə şahid dayandı ermənilərin üzərindəki hansı cinayətləri törədiblər məhkəmədə, Bakıdakı məhkəmədə. Bunu niyə görmək istəmirsiniz? Bir tərəfdən də Kallas, xanım Kallas gəldi, görüşlər keçdi. İtaliyanın rəhbəri, yəni Avropada ciddi rol oynayan, mövqeyini hesablaşan ölkələrdən biri idi. İtaliyanın rəhbəri xanım Meloni də gəldi, onunla da bağlı Azərbaycan aralarında təkcə Azərbaycan-İtaliya münasibətləri yox, ümumiyyətlə Azərbaycan Avropa münasibətlərinə bir yenilik gətirməyə çalışır Azərbaycanın mövqeyini dəstəkləyirlər. Yəni ona görə belə bir tərəfdən bu hadisələr gedir, o bir tərəfdən Azərbaycana qarşı qərəzli mövqe. Mən hesab edirəm ki, burada Azərbaycan özünün dövlət maraqlarını əsas tutmalıdır, ona uyğun addım atmalıdır. Kiminsə xoşuna gəlir, gəlmişə dəxli yoxdur. Əgər sənin mövqeyin var, əsaslandırılmış mövqeyin varsa orada da onunla gec-tez hamı hesablaşacaq.